Yoldaşlar, hər kəsə salam. Bugün sizlərlə sizə verilən hər hansısa bir layihənin statusunu necə rahat formada qeyd edə bilərsiniz, bundan danışacağıq. Tutaq ki, burada completed, yəni layihə tamamlanıb və yaxud in progress, not started. Bu formada tutaq ki, deyək ki, bizim 3 cür statusumuz var və biz istəyirik ki, completed olanda burada yaşıl rəng olsun, in progress əgər qeyd eləmişiksə sarı rəng olsun, not started eləmişiksə burada qırmızı rəng olsun. Bu formada istəyirik ki, rahat bir şəkildə biz avtomatik yazan kimi özü rəngi dəyişsin. Bunu necə eləyə bilərik? Gəlin birlikdə buna baxaq. Gəlirik buradan. Bizə hansı sətirlər lazımdırsa onu seçirik statusun içində. Sonra gəlirik data tabına və burada data validation-a giririk və burada list seçməliyik. Hansı bizdə seçənəklər olsun onları yazırıq. Mən burada completed in progress və not started qeyd edirəm. Və gördüyünüz kimi artıq bizdə formada seçdikcə bütün statuslar görsənir və eynisini burada kopyalayıb yapışdırıram və gördüyünüz kimi hər bir xana üçün rahatlıqla seçmək oldu. İndi isə mənim istədiyim nədir? Mən completed edəndə buraya yaşıl rəng gəlsin. Bura biz rule tətbiq eləməliyik yoldaşlar. Necə bunu eləyirik? Conditional formattingə gəlirik və burada new rule var. Onu seçirik və burada hər hansısa bir xana üçün spesifik format tətbiq eləyəcəyik. Bizim xanamız buydu. Və burada bunu yığışdırıram və burada bərabər eləyirəm. Tutaq ki, deyək ki, completed birinci hazırlayaq. Completed-də demişdik ki, rəngi nə olsun? Burada format hissəsinə gəlirəm. Yaşıl rəng olmasını istəyirəm. Tutaq ki, biraz açıq rəng seçək. OK-dir. Və burada OK-yi tıklayıram və burada OK vururam. Və mən gəlib bu hissədə belə gəlsəm, bu formada seçsəm. Bu formada seçdim və Manage Rules elədim. Gördüyünüz kimi artıq bizdə rule tətbiq olundu və mən digər rənglərdə eləmək üçün New Rule eləyirəm və burada yenidən formula yazmalıyam və həmin xananı təkrardan seçəcəm. Bu səfər in progress üçün eyni şey eləyəcəyik. Burada bərabərdir in progress. Bu formada və xananın rəngi də olsun sarı rəngdə. Bu formada da bu rolu tətbiq etdik. Bir saniyə, OK. Və buradan gəlirəm yenidən Manage Rules hissəsinə. Gördüyünüz kimi bizim bu filtrın tətbiqi bu hissələrə, bu xanalara aid. Yəni F3-dən F17-yə kimi. Məsələn, siz təkcə F3 yazsınız, bu F3-ə aid olacaq. Sonrasında gəlirəm yenidən New Rule eləyirəm və Not Started-i artıq qeyd etməliyəm və F3 yenidən qeyd edirəm. Dollar işarəsini yığışdırdım. Çünki biz dəyişkən xanada F3 sətirləri, ona görə də F4-ə də keçə bilər. Bu formada dollar işarəsini yığışdırıram və burada Not Started qeyd edirəm. Bu formada formatı isə qırmızı rəng olaraq seçəcəm və OK vuracam. Gördüyünüz kimi bizim hər üç rulumuz hazırdır. İndi gəlin baxaq görək necə işləyir. Completed etdim, dəyişdi. In progress edirəm, dəyişir və yaxud not started. Eyni şəkildə tutaq ki, buralarda çox rahat bir şəkildə qeyd edə bilərsiniz. Bu formada, yəni hər hansı bir hesabat hazırlayanda çox rahat bir şəkildə bu iki hissədən istifadə edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.